Salam dostlar. Sınaqlar ardıcıllığından gəlin 3-cü sınağın suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, 39 bölək A bərabərdir B. Qalıqda isə 3. Bu bərabərlik doğru olarsa, A üstəgəl B cəminin ən böyük qiymətini tapın. Gəlin bunu bu şəkildə yazaq. A üstəgəl B maksimum bərabər sual. İndi biz diqqət etirsək görərik ki, 39 ədədini A-ya böldükdə B, qalıqda isə 3 alınır. Onda belə çıxır ki, əgər biz 39-dan 3 çıxsaq, yerdə qalar 36. Deməli, onda 36 ədədini A-ya böldükdə B qalır, qalıqda isə 0 olur. İndi buradan biz AB hasili üçün nə almış olarıq? AB hasili üçün 36 almış olarıq. Yəni 2 dənə natural ədəddir və onların hasili 36-ya bərabərdir. Həmçinin biz bilirik ki, qalıq heç bir zaman böləndən böyük ola bilməz və yaxud ona bərabər ola bilməz. Onda belə çıxır ki, bölən həmişə qalıqdan böyük olmalıdır. Yəni, A 3-dən böyük olmalıdır. Onda A 4 ola bilər, 36-nın bölənləri olaraq. 4 vur 9, 36 edir. 6 ola bilər, 6 vur 6, 36 edər. 9 ola bilər, 9 vur 4 bərabərdir 36. 12 ola bilər, 12 vur 3 bərabərdir 36. 18 ola bilər, 18 vur 2 bərabərdir 36. Və nəhayət 36 ola bilər ki, 36 vur 1 bərabərdir 36. Beləliklə, A üstəgəl B cəminin ən böyük qiyməti üçün biz baxırıq ki, sonuncu variant uyğun gəlir. A 36 olsa, B isə 1 olsa, A üstəgəl B cəminin ən böyük qiyməti 37-yə bərabər olar ki, doğru cavab da E-yə uyğun gəlir. İndi isə ikinci suala baxaq. İkinci sualda deyilir ki, A üstəgələk 25-də 7 cəmi müsbət tam ədəd olarsa, A-nın kəsr hissəsini tapın. Deyək ki, gəlin bunu bu şəkildə yazaq. Deməli, A üstəgələk 25-də 7, o da bərabərdir. A üstəgələk 25-də 7-ni onluq kəsrə çevirsək, deməli, 25-də 7 kəsrin sürət və məxrəcini 4-ə vursaq, alarıq %28. Bu isə bizə verər A üstəgələk 0,28. İndi bu iki ədədin cəmi bizə müsbət tam ədəd verir. Deməli, müsbət tam ədəd olaraq 1-i götürsək, onda elə A bərabərdir. 1 çıxaq 0,28-dən alarıq 0,72. Deməli, A ədədinin kəsr hissəsi elə 0,72-yə bərabərdir. Şərt deyil ki, biz burada bu cəmi 1-ə bərabər götürə bilək. Əsas məsələ müsbət tam ədəddir. Biz 2-yə də bərabər götürsək, 10-a da bərabər götürsək, yenə də biz kəsr hissəsi üçün 0,72 almalıyıq. Məsələn, belə bir şey deyək. A üstəgələ 0,28 bərabərdir. Qoy deyək ki, olsun 13. Onda A bərabərdir. 13-dən 0,28 çıxsaq, alarıq 12,72. Yenə də biz bunu tam və kəsr hissəsinin cəmi şəklində yazsaq, A ədədinin tam hissəsi 12, kəsr hissəsi 0,72-dir. Yəni, A ədədinin tam hissəsi ixtiyari müsbət tam ədəd ola bilər, amma kəsr hissəsi hökmən 0,72-yə bərabər olmalıdır. Ona görə ikinci sualın doğru cavabı da D bəndinə uyğun gəlir. İndi isə üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, turist yolun 75%-ni getdi. Yolun hansı hissəsi gedilməmiş qaldı? Bu bir 6-cı sinif məsələsidir. 75% biz əgər hissə ilə ifadə etsək, 75% 4-də 3-ə bərabərdir. Onda bu cümləni bu şəkildə başa düşməliyik. Turist yolun 75%-ni getdi. O deməkdir ki, turist yolun 4-də 3 hissəsini getdi. Yolumuz bir tam olduğu üçün, qalan hissəni tapmaq üçün tam bir yoldan gedilmiş hissəni çıxsaq, onda gedilməmiş hissəsi qalar ki, doğru cavab da 4-də 1 edər və o da A bəndinə uyğundur. Dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, 6 ədədinin tərsi A üstəgələk 7-də 5 olarsa, biz bilirik ki, 6 ədədinin tərsi 6-da 1-dir. Onda belə çıxır ki, A üstəgələk 7-də 5 elə 6-da 1-ə bərabər olmalıdır. Çarpaz şəkildə vursaq, onda olar A üstəgələk 7 bərabərdir. 5 dəfə də 6, 30 və buradan biz A bərabərdir 23 alarıq ki, doğru cavab da B bəndinə uyğun gəlir. İndi isə 5-ci suala baxaq. 5-ci sualda şərtdə deyilir ki, A çıxılsın B bizdə 2 olarsa, onda 3 üzəri A üzəri A çıx B bölünsün 3 üzəri B A çıxılsın B ifadəsinin qiymətini hesablayın.
Gəlin belə bir şey yadımıza salaq. Biz bilirik ki, əsaslar eyni olanda bölmə zamanı qüvvətləri biz çıxmalıyıq. Onda A vurulsun, A çıxılsın B-dən. Biz çıxmalıyıq, B vurulsun, A çıxılsın B-ni. Buradan da ortaq vuruq, A çıxaq B-ni çıxartsaq qüvvətdə. Onda olar A çıxaq B vuraq, A çıxılsın B. Nəticədə A çıxaq B vuraq, A çıxaq B almış oluruq ki, o da 3 üzəri A çıxaq B-nin kvadratı olar. A çıxaq B-nin qiyməti 2-yə bərabər olduğundan onda 3 üzəri 2-nin kvadratı o da bərabərdir 3 üstü 4. O da bərabərdir 81 olar ki, doğru cavab da A bəndinə uyğun gələr. 6-cı sual 7-ci sinif müxtəsər vurma düsturlarına aid olan bir sualdır. Kublar cəminin qiymətini tapmaq bizdən tələb olunur. A üstə gələk B bizdə 5-ə bərabər verilir. A bərabərdir, A vurulsun B isə 3-ə bərabər olarsa, A kubu üstə gələk B kubu cəminin qiymətini tapmaq tələb olunur. Biz bunun üçün kublar cəminin bir eynilik ifadəsi var idi. Açılışı bu nadir hallarda və bu tip məsələlərdə istifadə olunurdu. Bu şəkildə açmalıyıq. A üstə gələk B-nin kubu çıxaq. 3AB vurulsun A üstə gəlinsin B. Buradan A kubu üstə gələk B kubu o da bərabərdir. A üstə gələk B-nin qiyməti 5-dir. 5-in kubu çıxaq 3 vurulsun AB-nin qiyməti 3-dür. A üstə gələk B-nin qiyməti isə 5-dir. 5-in kubu 125. 3 vuruş 9, 5'e de vurduqda 45. Beləliklə 125'dən 45 çıxdıqda biz 80 almış olarıq ki, doğru cavab da C bəndi olar. 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, verilmiş bərabərlikdə B çoxhədlisinin əmsallar cəmi 28 olarsa A parametrini tapın. Gəlin birinci bu bərabərliyi yazaq. Deməli, x çıxır 3-də A üstə gələk, x üstə gəl 4-də 6 bərabərdir. Məxrəcdə x kvadratı üstə gəl x çıxaq 12, sürətdə isə b. Gəlin bərabərin sol tərəfindəki ifadəni ortaq məxrəc edək. Ortaq məxrəc x çıxaq 4, 3 vurulsun, x üstə gələk 4-dür. Onda sürətdə olar A vurulsun, x üstə gəl 4, üstə gələk 6 vurulsun, x çıxılsın 3. Əgər məxrəcdəki ifadəni sadələşdirsək, alarıq x kvadratı üstə gəl x çıxılsın 12, sürətdə isə alırıq ax üstə gəl 4a, üstə gələk 6x çıxılsın 18. Biraz da sadələşmə aparsaq, x ortaq vuruq çıxarsaq, olar a üstə gəl 6, bir də üstə gəl kənarda, mötərizənin kənarda 4a çıxılsın 18 bölək məxrəcdə x kvadratı üstə gəl x çıxılsın 12. Beləliklə b çoxhədlisi bizdə nəyə bərabərdir? A üstə gələk 6 vurulsun x, üstə gələk 4a çıxılsın 18-ə bərabərdir. İndi deyir ki, bu çoxhədlinin əmsalları cəmi 28 olarsa, deməli əmsallardan biri a üstə gələk 6-dır, digəri isə 4a çıxılsın 18-dir və onların cəmi 28-ə bərabərdir. Beləliklə 5a çıxıl 12 bərabərdir 28. Buradan 5a bərabərdir 40 və biz a üçün 8 almış olarıq ki, a parametrinin qiyməti 8-ə bərabərdir. Sonra 8-ci suala baxaq. 8-ci sual 8-ci sinifdən kvadrat köklərlə bağlı olan bir sualdır. Şərtdə deyilir ki, a çıxılsın kök altında 2 kök altında a bərabərdir 1 olarsa, kökün altındakı ifadənin qiymətini tapın. Biz ikinci ifadənin qiymətini tapmaq istədiyimiz ifadəyə daha doğrusu diqqət etirsək görərik ki, orada kök altında a deyilən bir ifadə yoxdur. Ona görə bu bərabərlikdən biz birinci kök altı a-nı yoxa çıxartmalıyıq. Bunun üçün nə edirik? Mənfi 2 kök altı a-nı bərabərin sağına, biri isə bərabərin soluna atırıq. Onda olur a çıxaq 1 bərabərdir 2 kök altında a. Hər iki tərəfi kvadrata yüksəltsək. A çıxaq 1-in kvadratı bərabərdir 2 kök altında a-nın kvadratı. Buradan alırıq a kvadratı çıxaq 2a üstə gəl 1 bərabərdir 4a. Buradan da a kvadratı 4a-nı bərabərin soluna atsaq, alarıq mənfi a. Biri isə bərabərin sağına atsaq, alarıq mənfi 1. Deməli, a kvadratı çıxaq 6a mənfi 1-ə bərabərdir. Buradan biz nə edirik? 2 kök altında 2a kvadratı çıxaq 12a üstə gələk 11 ifadəsinin qiymətini hesablayırıq. Bunun üçün 2-ni ortaq vuruq çıxartsaq, qalar a kvadratı çıxaq 6a üstə gələk mötərizənin kənarında isə 11. Buradan nə alırıq? A kvadrat çıxaq 6a-nın qiyməti mənfi 1-dir. 2 vurulsun mənfi 1 üstə gəl 11. 2 dəfə mənfi 1 mənfi 2 üstə 11 gəldikdə 9. 9-dan isə kök 3 çıxar. Deməli doğru cavab olar C bəndi. İndi isə 9-cu suala baxaq. 9-cu sual deməli kvadrat tənliklər V teoremi ilə bağlı olan bir sualdır. Deyilir ki, n parametrinin hansı qiymətində
x kvadratı çıxaq 9x üstəgələk m üstəgəl 4 bərabərdir 0 tənliyinin köklərindən biri digərindən 5% böyük olur. Əgər tənliyin kökləri deyirsə, biz Viet teoremini tətbiq edirik. x1 üstəgələk x2 9'a bərabərdir. Tənliyin köklərindən biri digərindən 5% o demək böyükdür. O deməkdir ki, yəni birinci kökdən ikinci kökü çıxsaq, biz müsbət 5 alarıq. Beləliklə belə bir tənliklər sistemini qurmuş olduq. Tərəf-tərəfə toplasaq x2'lər islah olur. Beləliklə 2x1 bərabərdir 14-dən, x1 bərabərdir 7 taparıq. Əgər birinci tənlikdə x1'in yerinə 7 qoysaq, 7 üstəgələk x2 bərabərdir 9-dan, x2 bərabərdir 2 almış olarıq. Beləliklə kökləri hasili üçün, yəni x1 vuraq x2 üçün biz alarıq 14. Verilmiş kvadrat tənliyə diqqət etirsək görərik ki, kökləri hasili bizdə sərbəstdir. Yəni m üstəgələk 4-ə bərabərdir və onun qiyməti 14 olmalıdır. Buradan belə çıxır ki, m parametrinin ala biləcəyi qiymət 10-a bərabər olmalıdır. Sonra 10-cu suala baxaq. 10-cu sual belə bir tənliklər sistemidir. Hansı ki, biz bu tənliklər sistemində 7-ci sinifin proqramında tanış oluruq. Deməli, 2 vuraq mötərizədə x üstəgələk y, çıxılsın 3 vurulsun mötərizədə x çıxılsın y bərabərdir 7-dir. Digər tərəfdən 2 vurulsun x üstəgələk y üstəgələk 3 vurulsun x çıxılsın y bərabərdir 13-dür. Gəlin bu tənlikləri tərəf-tərəfə toplayaq. Diqqət etirsək görərik ki, birinci tənlikdəki ikinci hədlə ikinci tənlikdəki ikinci hədd bir-birini aparır. Beləliklə 2 vurulsun x üstəgələk y-nin üzərinə 2 vurulsun x üstəgələk y gəldikdə alırıq. 4 vuraq mötərizədə x üstəgələk y bərabərdir. 7 ilə 13-ün cəmi isə 20-yə bərabər olar. Buradan biz x üstəgələk y cəmi üçün 5 almış olarıq. İndi bu x üstəgələk y bərabərdir 5 qiymətini birinci tənlikdə nəzərə alsaq, onda olar 2 vurulsun 5, çıxılsın 3 vurulsun x çıxılsın y bərabərdir 7 almış olarıq. 2 dəfə 5 10, 10 çıxaq 3 vurulsun x çıxaq y bərabərdir 7. Buradan 3 vuraq x çıxaq y-ə biz 3 alarıq. X çıxaq y-in qiyməti isə 1-ə bərabər olar. Beləliklə x üstəgələk y-in qiyməti 5-ə bərabərdir. X çıxaq y-in qiyməti isə 1-ə bərabərdir və bu da bir tənliklər sistemidir. Tərəf-tərəfə toplasaq y-lər bir-birini yox edir. Beləliklə 2x bərabərdir 6-dan x-ə 3 alırıq. Birinci tənlikdə x-in yerinə 3 qoyduqda 3 üstəgəl y bərabərdir 5. Buradan isə y bərabərdir 2 almış olarıq. X kvadratı üstəgələk y kvadrat cəmi üçün isə 3-ün kvadratı üstəgələk 2-nin kvadratı o da bərabərdir 13 almış olarıq ki, doğru cavab da E bəndi olar. İndi isə 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, x çıxaq 2-nin kvadratı kiçikdir 25 bərabərsizliyinin tam həllərinin cəmini tapın. Bu 8-ci sinifin proqramına uyğun olan bir sualdır. Gəlin burada bu bərabərsizliyi həll etməyə çalışaq. Deməli, x çıxaq 2-nin kvadratı 25-i bərabərin soluna keçirsək, alarıq nə? Mənfi 25. 25-i isə 5-in kvadrat şəklində yaza bilərik. Beləliklə, bu formada sadələşdirmiş oluruq. X çıxaq 2-nin mötərizəsi kvadratı çıxaq 5-in kvadratı kiçikdir 0. İndi bərabərsizliyin sol tərəfinə diqqət etirsək görərik ki, sol tərəfdəki ifadə kvadratlar fərqidir və onda kvadratlar fərqinin düsturundan istifadə etsək yazarıq. Bir dəfə x çıxaq 2-dən 5 çıxırıq. Bir dəfə isə vuraq x çıxaq 2-nin üzərinə 5 əlavə edirik. Kiçikdir buradan 0. Buradan x çıxaq 7 vurulsun x üstəgələk 3 kiçikdir 0 almış olarıq ki, burada da doğru cavab mənfi 3, 7 aralığı olar. Bu bərabərsizliyin həlli. İndi tam əllərin cəmini tapsaq, birinci bu bərabərsizliyin tam əllərini yazsaq, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5 və 6-dır. İndi bu tam həllərin cəminə baxsaq, diqqət etirsək görərik ki, mənfi 2-dən müsbət 2-yə qədər tam həllərin cəmi 0-a bərabərdir. Onda yerdə qalan həllərə biz baxsaq, 3, 4, 5, 6-nın cəmi bizə 18 verər. Deməli, bu bərabərsizliyin tam həllərinin cəmi 18 olar. Yəni, doğru cavab E bəndi. 12-ci suala baxaq. Deyilir ki, hədəfin 50 metr məsafədən vurulması hadisəsinin ehtimalı 16-da 9-dur. Onda gəlin belə bir şey yazaq. P mötərizə yazaq 50, yəni 50 metrdən 1 bərabərdir 16 9. Sonra hər sonraki 50 metrdə hədəfin vurulması hadisəsinin ehtimalı 1,5 dəfə azalarsa, hədəfin 200 metr məsafədən vurulması hadisəsinin ehtimalını tapın. Deməli, gəlin bir dənə biz bir parça çəkək, AB parçası və deyək ki, bu AB parçasının uzunluğu
200 metrə bərabərdir. Deməli, hədəf burada olsun, A nöqtəsində. 50 metr məsafə buradır. Hər 50 metr deyirsə 100 metr bura olar. Növbəti 150 metr və B nöqtəsinə uyğun məsafədə 200 metr olar. Hər deməli 50 metrdən bir hədəfin vurulması hadisəsinin ehtimalı 1.5 dəfə azalırsa da, onda biz diqqət etirsək görərik ki, 1, 2, 3. Yəni 3 dəfə bu 50-50 hədəfdən uzaqlaşma prosesi baş verir. Deməli, hər birində 1.5 dəfə azalırsa, yekunda 1.5-in kubu dəfə azalmalıdır. Beləliklə P200 bərabərdir 16-da 9 bölək azalırsa da biz bölməliyik 1.5-in kubuna. O da bərabərdir 16-da 9 bölək 1.5-i adi düzgün olmayan kəsr şəklində 2-də 3 şəklində yazarıq. 2-də 3-ün kubu. O da bərabərdir 16-da 9 vuraq. Əgər bölməsə də bölmənin qaydasında belədir ki, ikinci kəsir tərsinə çevrilərək vurulur. Deməli, çevrilərək olur 3-də 2. Deməli, 3-də 2-nin nəyi? Kub. Beləliklə, P200 bərabərdir 16-da 9 vuraq. 2-nin kubu edir 8, 3-ün kubu edir 27, o da bərabərdir. 9 ilə 27 ixtisar getsə, biri sürətdə, 3-ü məxrəcdə, 16 ilə 8 ixtisar getsə, biri sürətdə, ikisi məxrəcdə. Beləliklə 3 dəfə 2, deməli 6, sürətdə isə 1. Buradan belə çıxır ki, 200 metr məsafədən vurulma ehtimalı, vurulması hadisəsinin ehtimalı 6-da 1-ə bərabər olmalıdır. Sonra 13-cü suala baxaq. Törəmə ilə bağlı bir sualdır. Deyilir ki, fx bərabərdir 4 bölək kök altda x funksiyası üçün f'1'i tapın. Birinci f' biz x'i tapmalıyıq. Bunun üçün yazaq 4 vuraq. Deməli 4 bölünsün kök altda x'i biz bu şəkildə yaza bilərikmi? 4 vuraq x üzəri mənfi 2'də 1. Deməli biz bu hasilin törəməsini almalıyıq. Biz bilirik ki 4 sabitdir. Mötərizə xaricinə çıxara bilərik. X üstü mənfi 2'də 1'in törəməsini tapanda mənfi 2'də 1 düşür qarşıya. X üzəri deməli qüvvətdən də 1 əskildirik. Mənfi 2'də 1'dən 1 çıxdıqda mənfi 2'də 3 qalır. 4 ilə 2 ixtisar gedir. Buradan biz 2 alırıq. Beləliklə f'(x) üçün alırıq mənfi 2 vuraq. X üzəri mənfi 2'də 3. O da bərabərdir. Mənfi 2 bölünsün. X kök altda x. İndi mən nə etməliyəm? f'(1'i tapmalıyım. Yəni x gördüyüm yerə 1 qoymalıyım. Beləliklə mənfi 2 bölək 1 vurulsun kök altda 1. O da bərabərdir mənfi 2. Beləliklə törəmənin qiyməti üçün biz mənfi 2 almış olarıq. 14-cü sual funksiyalarla bağlı bir sualdır. Sualda deyilir ki, f 2x çıxaq 3 bərabərdir x kvadratı çıxaq 6x üstə gəl 10 olarsa f'1'i tapın. f'1'i tapmalıyıq biz. Biz diqqət etirsək görərik ki, birinci ifadədə mötərizənin içərisində 2x 3 durur, ikinci ifadədə isə 1 durur. Deməli, bu ifadələr bir-birinə bərabər olmalıdır. Buradan 2x bərabər 4, x də bərabər 2 almış oluruq. Yəni, yuxarıdakı ifadədə x gördüyümüz yerə 2 qoymaqla f'1'in qiymətini tapa bilərik. Beləliklə, f'1 bərabərdir. Gəlin üstəki ifadəni biraz sadələşdirsək. Bu ifadəni sadələşdirsək, x çıxaq 3'ün kvadratı üstə gələ 1 şəklində yaza bilərik. Burada artıq x-in yerinə 2 qoymaq daha rahatdır. Beləliklə, 2 çıxaq 3'ün kvadratı üstə gələk 1, o da bərabərdir. 2 almış olarıq ki, doğru cavab da A bəndi edər. 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, z bərabərdir 3 üstə gələk 2i olarsa, z kvadratı çıxaq 2iz çıxılsın bir ifadəsinin qiymətini, ifadəsinin modulunu hesablayın. Deməli, gəlin yazaq. X kvadratı çıxaq 2iz, çıxaq 1'in əvəzində də yazaq üstə gələk i kvadratı. Diqqət etsək görərik ki, bu ifadə iki ədədin fərqinin kvadratıdır. Yəni, z çıxaq i-nin kvadratıdır. İndi biz artıq z-in yerinə ifadənin qiymətini yaza bilərik. Yəni, 3 üstə gələk 2i çıxaq i-nin kvadratı olar. Beləliklə, olar onda 3 üstə gələk i-nin kvadratı. Kvadrata üst çəksək, 3'ün kvadratı deməli 9 çıxaq, üstə gələk bağışlayın. Birinci, ikinci asilin 2 misli 6i, üstə gələk ikincinin kvadratı, yəni i kvadratı. Buradan 9 üstə gələk 6i, i kvadratın qiyməti mənfi 1'dir. Buradan da 8 üstə gələk 6i, o da bərabərdir. Deməli, bağışlayın, 8 üstə gələk 6i. İndi biz bu z, deməli, bu ifadənin modulunu hesablamaq istəyirik. Yəni, modulda z kvadratı çıxaq 2iz çıxaq 1 ifadəsinin. O da bərabərdir kökün altında.
Deməli 8 ilə 6-nın kvadratları cəmi. Yəni 8-in kvadratı üstəgəl 6-nın kvadratı. O da edir kök altında 100 və 100-dən də kök 10 çıxır və doğru cavab edir E bəndi. İndi isə 16-cı suala baxaq. 16-cı sual 10-cu 11-ci sinif səviyyəli bir sualdır. Bu həm də silsilə ilə bağlı olan bir tənlikdir. Deməli deyilir ki 2 üzəri x üstəgəl 1 üstəgələk 2 üzəri x üstəgələk 2 üzəri x minus 1 üstəgələk və s. bərabərdir 64 tənliyini həll edin. Biz diqqət etirsək görərik ki buradan 2 üstü x-i ortaq vuruq çıxartmaq olur. Beləliklə nə qalır? 2 üstü 1 üstəgələk 2 üstü 0 üstəgələk 2 üstü mənfi 1 üstəgələk və s. bərabərdir 64. Biraz da sadələşdirsək yazarıq 2 üstü x vuraq. 2 üstü 1 2, 2 üstü 0 edir 1, 2 üstü mənfi 1 edir 2-də 1 və s. bərabərdir 64. İndi diqqət etirsək görərik ki, mötərizənin içərisindəki ifadə sonsuz azalan həndəsi silsilədir. Bu silsilənin cəmi üçün biz düsturu yadımıza salaq. B1 bölək 1 minus 2-dür. Buradan deməli B1 bizdə 2-yə bərabərdir. Onda yazırıq S bərabərdir. B1 bizdə 2-dir. 1 minus 2 isə bizdə 2-də 1-dir. Beləliklə 2 bölək 2-də 1 və o da bərabərdir 4 almış olarıq. Beləliklə 2 üstü x vuraq 4-ün əvəzinə də yazarıq 2-nin kvadratı bərabərdir 64-ün əvəzinə də 2 üstü 6. Beləliklə 2 üzəri x üstəgələ 2 bərabərdir 2 üstü 6. Əsaslar bərabər olduğu üçün bu ifadənin doğru olmaq üçün qüvvətlər də bir-birinə bərabər olmalıdır. Yəni x üstəgələ 2 bizdə 6 verirsə buradan biz x-ə 4 almış olarıq. Sonra 17-ci ifadəyə baxaq, suala baxaq. 17-ci sualda deyilir ki, y bərabərdir 64 üzəri sinus x üzəri kosinus x vurulsun 256 üzəri kosinus kvadratı x. Bu funksiyanın qiymətlər çoxluğunu tapmaq bizdən tələb olunur. Dərhal baxırıq ki, əsaslar 64 və 256-dır. Hansı ki, bunlar 2-nin qüvvətləridir. 64-ü biz yazarıq 2 üzəri 6 üzəri. Baxın, mötərəzəni vurub atsaq, sinus x kosinus x-ə vurulmalıdır. Beləliklə yazarıq 2 üstü 6 üzəri sinus x kosinus x vuraq 256 2 üzəri 8-dir. 2 üstü 8 üzəri kosinus kvadratı x-in əvəzinə də 1 üstəgələk kosinus 2x böl 2 yaza bilərik. Beləliklə 2 üzəri 6 sinus x kosinus x şəklində yaza bilərik. Amma gəlin belə bir şey yazaq. 2 üstü 6-nı bu şəkildə yazaq. 2-nin kubu üzəri 2 sinus x kosinus x vuraq yerdə qalan ifadədə 2 üzəri 8 ilə 2 ixtisar getsə, baxın burada qalır 2 üzəri 4 vurulsun 1 üstəgələk kosinus 2x. O da bərabərdir. Gəlin indi sadələşdirək. 2 üzəri 3 2 sinus x kosinus x bizə verir sinus 2x. Vuraq 2 üzəri, mötərəzəni atsaq 4 üstəgələk 4 kosinus 2x. O da bərabərdir. Baxın 2 üstü 4-ü ayırsaq, onda 2 üstü 4 vuraq 2 üzəri 3 sinus 2x üstəgəl 4 kosinus 2x. Beləliklə, qüvvətə diqqət etirsək, burada belə bir funksiya var. Rx bərabərdir 3 sinus 2x üstəgəl 4 kosinus 2x-dir. Bu ifadənin qiymətlər çoxluğu bilirik ki, mənfi kök altında a kvadratı üstəgələk b kvadratı kök altında a kvadratı üstəgələk b kvadratı parçasıdır. A-nın qiyməti bizdə 3-dür, b-nin qiyməti isə 4-dür. Onda alarıq ki, mənfi kökün altında 3-ün kvadratı üstəgəl 4-ün kvadratı, bir də kökün altında 3-ün kvadratı üstəgələk 4-ün kvadratı və buradan biz cavabı mənfi 5, müsbət 5 almış olarıq. Beləliklə, bu funksiyanın qiymətlər çoxluğunu hesablasaq, yəni bizə misalda verilən y minimum, yəni ən aşağı ala biləcəyi qiymət 2 üstü 4 vurulsun 2 üzəri mənfi 5 olar. Bu deyiləyər 2 üstü mənfi 1. Buradan biz 2-də 1 almış olarıq. Y maksimum isə 2 üstü 4 vurulsun 2 üstü 5 olar. Bu deyiləyər 2 üstü 9. 2 üstü 9 isə bizdə 512-dir. Deməli, verilmiş funksiyanın qiymətlər çoxluğu 2-də 1, 512 parçası olar ki, doğru cavabda E bəndinə uyğun gəlir. Sonra 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, verilmiş ifadəni sadələşdirin. Gəlin ifadənin birinci özünü yazaq. Məxrəcdə kosinus alfada sürətdəki ifadəni isə kvadrata yüksəldəcək. Olarıq sinus kvadratı alfa üstəgələk 2 sinus alfa kosinus alfa üstəgələk kosinus kvadratı alfa və çıxaq 2 sinus alfa. 2 sinus alfanın məxrəci 1-dir.
ortaq məxrəc biz kosinus alfa götürsək, onda sinus kvadratı üstə gələk kosinus kvadrat alfa bizə 1 verir. 1 üstə gələk 2 sinus alfa kosinus alfa çıxaq. Kosinus alfanı 1-ə böldükdə kosinus alfa, 2 sinus alfaya da vursaq olur 2 sinus alfa kosinus alfa. Beləliklə müsbət və mənfi hədlər bir-birinə islah aparır və nəticədə biz almış oluruq ki, kosinus alfa da 1. Kosinus alfa da 1 isə bizdə D bəndinə uyğun gəlir. İndi isə gəlin 19-cu suala baxaq. Gəlin bu sualı ilə şəkil üzərində həll etməyə çalışaq. Deyilir ki, o mərkəzli çevrədə AB toxunandır və burada verilir ki, bucaq AYO, bucaq OYD-yə bərabərdir. Yəni, bura alfadırsa, burada alfa olmalıdır. ASD bucağı 110 dərəcə olarsa, BAY bucağını tapın. Yəni, biz, baxın, bu bucağı tapmalıyıq. Biz bilirik ki, bu olan şərtdə, belə olan halda, bucaq ASD ilə bucaq AYD-nin cəmi 360 dərəcə eləməlidir. Beləliklə, bağışlayın, 180 dərəcə eləməlidir. 360 dərəcə dedim, üzr hesab edin. 180 dərəcə eləməlidir. Buradan biz ASD bucağı 110 dərəcədirsə, üstə gələ AYD bucağı isə 2 alfaya bərabərdir. 2 alfa bərabərdir 180 dərəcə. Buradan 2 alfa bərabərdir, deməli 70. Alfa isə bizdə 35 dərəcəyə bərabərdir. Beləliklə, alfa bucağı bizdə 35 dərəcə olar. İndi gəlin belə bir şey eləyək. A nöqtəsindən biz O nöqtəsinə bir parça çəksək, bu çevrənin radiusu olar. OY də həmçinin çevrənin radiusudur. Beləliklə, burada bir bərabər yanlı üçbucaq alınır. Və bu bucaq da, yəni OAY bucağı da alfa olar. Və biz bilirik ki, üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Həmçinin biz nəyi bilirik? Bilirik ki, AB bizdə toxunandısa da, mərkəzdən toxunma nöqtəsinə çəkilmiş radius toxunanla 90 dərəcəli bucaq əmələ gətirir. Yəni, OAB bucağı bizdə 90 dərəcədir. Onda belə çıxır ki, bir dənə bağışlayın, belə çıxır ki, bucaq, deməli, OAE üstə gələk bucaq YAB ya da BAY fərqi yoxdur. Bərabərdir nə olmalıdır? 90 dərəcə. OAY bucağı bizdə alfadır. Alfa isə 35 dərəcədir. 35 dərəcə ilə bucaq BAE-nin cəm bizə 90 dərəcə verir. Buradan isə bucaq BAE üçün biz 55 dərəcə almış oluruq ki, doğru cavab da B bəndinə uyğun gələr. Sonra 20-ci sual yenə bir maraqlı bir həndəsə sualıdır. 20-ci sualda deyilir ki, şəkildə O1 nöqtəsi ABC üçbucağının, O2 nöqtəsi isə ACD üçbucağının ağırlıq mərkəzidir. Biz ağırlıq mərkəzi ifadəsindən başa düşməliyik ki, O1 nöqtəsi ABC üçün, O2 nöqtəsi isə ACD üçbucağı üçün medianların kəsişmə nöqtəsidir. Kəsişmə nöqtəsidirsə də onda gəlin biz A təpəsindən həm ABC, həm ACD üçbucağının medianlarını çəkək. Beləliklə, birinci medianı çəksək, bax, bu şəkildə çəkmiş olarıq. İkinci medianı isə gəlin mavi rəngdə çəkək. Bax, bu da digər bir median olar. Biz indi nə bilirik? Biz bilirik ki, median qarşıdakı tərəfi yarıya bölür. Yəni, əgər biz A-dan çəkdiyimiz BC-yə çəkilən mediana M desək, onda CD-yə çəkilən mediana da N deyək. Beləliklə, BM parçasının uzunluğu A-dırsa, MC-nin uzunluğu A-dır. Əgər CM parçasına biz B deyiriksə, onda ND parçası da bizdə B-yə bərabər olmalıdır. Beləliklə, BD parçasının qiymətini 18 verirdi. Yəni, 2A ilə 2B-nin cəmi bizdə 18 olar və buradan A üstə gedək B üçün biz 960 olarıq. Bizdən isə O1, O2 parçasının uzunluğunu tapmaq tələb olunur. İndi burada biz bir üçbucaq almışıq. Hansı üçbucaqdır? Bu üçbucaq AMN. Baxırıq ki, AMN üçbucağında baxın, O1 və O2 nöqtələri medianların kəsişmə nöqtəsi idi, doğrudurmu? Burada O1, O2 oturacağa paraleldir. İndi biz burada oxşarlıqdan istifadə etməliyik. Biz bilirik ki, əgər biz O1M-ə K desək, onda A-O1-ə biz nə deməliyik? 2K. Oxşarlıqdan istifadə etsək, yazarıq ki, 2K, yəni üstəki O1 tərəfi üçün bölünsün 3K, yəni AM tərəfi üçün. Yəni, ya da belə deyək də, baxın, bu kiçik üçbucaq, yəni O1, A, O2 üçbucağı
MAN üçbucağına oxşardır. Ona görə yazırıq ki, 2K bölək 3K bərabər olmalıdır. O1, O2 tərəfi bölünsün MN tərəfinə. MN tərəfinin qiyməti isə A + B cəminə, yəni 9-a bərabərdir. Buradan K-ları ixtisar aparsam, 9 ilə 3-ü də ixtisar aparsam 3 qalar və buradan O1, O2 ifadəsini üçün, uzunluğu üçün biz 6 almış olarıq ki, deməli bu parçanın uzunluğu da 6-ya bərabər olar. Sonra 21-ci suala baxaq. 21-ci sualda olduqca maraqlı bir həndəsə sualdır. Gəlin bu şəkili burada biraz böyük formada çəkək və bunu həll eləməyə çalışaq. Deməli, belə bir bizdə üçbucaq verilib. Bağışlayın, düzbucaqlı verilibdir. Bu düzbucaqlının diaqonalıdır. AC olaraq şairə olunubdur. Və şərtdə deyilir ki, MNL bir kvadratdır. Yəni, bir tərəfi diaqonal üzərində olmaqla belə bir kvadrat biz qurmalıyıq burada. İndi gəlin buna uyğun məsələni həll eləməyə çalışaq. Ümid edirəm ki, burada biz bənzətdik. Deməli, N nöqtəsi, T nöqtəsi, M nöqtəsi və L nöqtəsi. İndi deyilir ki, BT TC-yə bərabərdir. Əgər BT-yə A desəm, TC-yə də onda A deməliyəm. Və AC bizdə 30-dur. İndi diqqət etirsək, burada nə almış olarıq? Baxın. Əgər kvadratın tərəfinə mən M desəm, onda baxın, kvadratın bütün bucaqları 90 dərəcədir, düzdürmü? Diqqət yetirməliyik burada hansı üçbucağa? BMT üçbucağı ilə buradakı NTC üçbucağına. Çünki baxırıq, hipotenuzlar A-dır. Həmin bu düzbucaqlı üçbucaqlar üçün. Burada belə çıxır ki, əgər hipotenuzlar eynidirsə də, həmçinin burada daxili bucaqlara da baxmalıyıq. Baxın, bura alfa desəm, bura betadır, bura alfadır, bura isə, bağışlayın, bura betadır, qarşı bucaqlardır, bura isə alfadır. Onda belə çıxır ki, alfa bucağına bitişik olan katetlər də eyni olmalıdır. Yəni, onda N-si avtomatik M olmalıdır. Sonra, biz bundan başqa nəyə baxmalıyıq? Gəlin, bir dəqiqə baxaq. Həmçinin baxın, burada bu üçbucaqlar bir-birinə bərabər olduğuna görə, bu düzbucaqlı üçbucaqlar, bunların katetləri də, digər katetlər də bir-birinə bərabər olmalıdır. Yəni, MT katetinin uzunluğu NT katetinin uzunluğuna bərabər olmalıdır. MN kvadratın tərəfi olduğuna görə, baxın, bura M bölək 2-dirsə də, burada olmalıdır M bölünsün 2. İndi biz nə etməliyik? Biz artıq bu, deməli, bu bucağın tangensini yaza bilərik. Məsələn, mən üçbucaq BMT üçün bucağın tangensini yazsam, tangens alfa bərabərdir. Bucağın qarşısındakı kateti mən bölməliyim hipotenuza, yəni A-ya. Eyni zamanda mən əgər bu ABC üçbucağı üçün tangens alfanı yazsam, bucağın qarşısındakı kateti AB katetini mən bölməliyəm bitişik katete, yəni 2 alfaya. Birinci ifadədə M 2 düşür A-nın yanına olur M bölək 2A və bu iki ifadə bir-birinə bərabər olmalıdır. Onda nə yazıram? M bölünsün 2A bərabərdir AB bölünsün 2A-ya. Bağışlayın, burada mən alfa yazmışam. A-ya. Onda belə çıxır ki, AB-nin də uzunluğu elə nəyə bərabər olmalıdır? AB-nin uzunluğu da bərabər olmalıdır M-ə. Bağışlayın, burada mən səhvə yol vermişəm. BMT üçbucağında bucağın tangensini tapanda bucağın qarşısındakı kateti kiçik katete bölürük. Katetimiz bizdə M-dir. Onda biz tangens alfa üçün 2-də 1 alırıq. Bağışlayın, bax, burada mən artıq yanlışa yol verdim. Deməli, onda 2-də 1 bərabərdir AB bölək 2 alfa A-ya. Buradan isə biz AB üçün A almış olduq. Yəni, düzbucaqlının eni bizdə A-ya bərabərdir. İndi biz sahəsini tapmaq istəyirik. S bərabərdir. Sahəsini tapmaq üçün N-ni uzunluğuna vurmalıyıq. N A-dır, uzunluq isə 2A-ya bərabərdir və biz alırıq 2A kvadrat. Deməli, A kvadratını tapa bilsək, onda ya da A-nı tapa bilsək, biz cavab tapmış ola bilərik. İndi ABC üçbucağına diqqət etirsək, görərik ki, düzbucaqlı üçbucaqdır. Bir düzbucaqlı üçbucaq üçün bilirik ki, katetlərin kvadratları cəmi, yəni A kvadratı üstə gələk 2A-nın kvadratı bərabər olmalıdır hipotenuzun kvadratına, yəni 30-un kvadratına, bu isə 900 deyilir. Beləliklə, A kvadratı üstə gələk 4A kvadratı bərabərdir 900. Buradan 5A kvadratı bərabərdir 900 və A kvadratı üçün biz 180 almış olarıq. Buradan isə S bərabərdir 2 vuraq 180, o da bərabərdir 360 santimetrin kvadratı. Yəni, doğru cavab olar A bəndi.
Sonra 22-ci sual kub ilə bağlı bir sualdır. Deyir ki, kubun 8 tilinin cəmi 12 sm olarsa, bütün tillərin cəmini tapın. Biz bilirik ki, kubun 12 dənə tili var və tillərin hamısı bir-birinə bərabərdir. 8 tilin qiyməti cəmi daha doğrusu 12 sm-dirsə, yəni 8-ə bərabər də 12 sm-dir. Biz buradan A bərabərdir 12 sm bölünsün 8-ə. 4-ə ixtisar aparsaq 2-də 3 sm almış olarıq. Əgər biz bütün tillərin cəmini tapmaq istəyiriksə, deməli 12-yə vurmalıyıq A-nı. Onda 12 vurulsun 2-də 3 sm. O da bərabərdir 18 sm almış olarıq ki, doğru cavab da B bəndi olar. 23-cü sual silindirlə bağlı bir sualdır. Sualda deyir ki, oturacağının tənliyi x çıxılsın 2-nin kvadratı üstəgələk y üstəgələk 3-ün kvadratı bərabərdir 16. Silindirin hündürlüyü h bərabərdir 5 olarsa həcmini tapın. Biz bilirik ki, silindirin həcmi bərabərdir pi r kvadratı vurulsun h şəklində hesablanır. Burada r oturacağın deməli çevrəsinin radiusudur. İndi oturacağın tənliyi bu şəkildə verilirsə, bu çevrənin tənliyidir. Biz də bilirik ki, çevrənin tənliyi x çıxılsın x0-ın kvadratı üstəgələk y çıxılsın y0-ın kvadratı bərabərdir r kvadrat şəklindədir. Bizdə indi 16r kvadratıdsa, onda belə çıxır ki, r 4-dür. Buradan isə v bərabərdir. Pi vuraq, r-in qiyməti 4-dür, kvadratı 16 eləyir. H-ın qiyməti isə 5-dir. 16 dəfə 5, 80. Pi-yə də vurduqda 80 pi edər ki, doğru cavab da C bəndi olar. 24-cü sual burada qonşu bucaqlarla bağlı olan bir sualdır. Sualda deyilir ki, qonşu bucaqlardan biri digərinin 7-də 2 hissəsini təşkil edir. Yəni, biri 2K-dırsa, digəri 7K-dır və onların cəmi 180 dərəcə eləməlidir. Çünki bu bucaqlar qonşudular. Beləliklə 9K bərabərdir 180 dərəcə üçün K-ya biz 20 dərəcə almış olarıq. Kiçik bucağı tap dedikdə 2 vurulsun 20 dərəcə, o da bərabərdir 40 dərəcə almış olarıq ki, doğru cavab da C bəndi edir. 25-ci sualda deyilir ki, 60 dərəcəli ikiyüzlü bucağın daxili oblastında götürülmüş nöqtədən ikiyüzlü bucağın tərəflərinə qədər məsafələr bərabər olub 4 sm olarsa, həmin nöqtədən ikiyüzlü bucağın tilinə qədər olan məsafəni tapın. Biz ikiyüzlü bucaqdansa da mən deyərdim ki, bir 60 dərəcəli olan bir bucaq çəkək. Elə bil ki, baxın, bir dənə kitaba yan tərəfdən baxmış olursunuz. Belə kitab da bu şəkildə açılmış olur. İndi baxın, ikiyüzlü bucaqda 60 dərəcədir. Adlandıraq A, B və C. Deyir, indi bunun daxili oblastından götürülmüş bir nöqtədən ikiyüzlü bucağın tərəflərinə qədər olan məsafə. Deyək ki, bax, bu D nöqtəsidir. Məsafə dedikdə uyğun olaraq perpendikulyarlar endirilməlidir. Bağışlayın, bir də perpendikulyarları qoy normal çəkək. Perpendikulyarlar endirilməlidir və bu perpendikulyarlar bir-birinə bərabərdir. Yəni, burada 90 dərəcədir və bunlar hər biri 4 cm-dir. Onda biz düzbucaq, deməli, B təpəsindən bu D nöqtəsinə bir dənə parça çəksək, birləşdirsək, biz düzbucaqlı bucaq alırıq. Onda bu bucaq 60 dərəcəli ikiyüzlü bucaq yarı-yarı bölünür, 30-30 olaraq qalır və biz burada bir düzbucaqlı bucaq almış oluruq və bilirik ki, düzbucaqlı bucaqda 30 dərəcəli bucaq qarşısındakı katet, yəni 4 cm, hipotenuzun, yəni BD-nin yarısına bərabərdir. Onda belə çıxır ki, BD həmin katetdən 2 dəfə böyükdür, yəni 8 cm olmalıdır. İndi deyir ki, həmin nöqtədən, yəni D nöqtəsindən ikiyüzlü bucağın tilinə qədər, yəni B nöqtəsinə qədər olan məsafə nə qədərdir? 8 cm olar ki, doğru cavab da A bəndinə uyğun gəlir. Beləliklə, biz 3-cü sınavın suallarına baxdıq. Baş verən o texniki qüsurlara, kənardan gələn digər səslərə görə əvvəlcədən hər birinizdən üzr istəyirəm. Ümid edirəm ki, həllər zamanı heç bir yanlışlığa yol verməmişəm. Videonun şərh bölməsində öz fikir və istəklərinizi bildirə bilərsiniz. Sizdən xahişim budur ki, həmişəki kimi videonu bəyənmək, paylaşmaq, şərh bölməsinə şərhləri yazmaq ki, bu daha çox insanın alqoritma tərəfindən qarşısına çıxarıla bilsin. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.